nümayişi Azərsel təqdim edir. Bugün Hilton otelində milli komandaların ən yaxşı futbolçularını mükafatlandırma mərasimi keçirilib. Aparıcı Nəsib Nur mərasimlə bağlı ətraflı məlumat verərək bildirib ki, artıq 4-cü dəfə təşkil olunan bu tədbir ənənə halını alıb. Qaliblərin müəyyən olunması qaydalarını xatırladan aparıcı qeyd edib ki, səsvermənin nəticəsi AFFA'nın saytında yerləşdiriləcək. Sonra çıxış üçün söz AFFA'nın baş katibi Elxan Məmmədova verilib. AFFA'nın baş katibi cənab Elxan Məmmədova dəvət edib. Sizin alışlarınızla sağlayalım Elxan Məmmədova. Bütün bayramınızı mübarək olsun. Hörmətli xanımlar və cənablar, əziz Azərbaycan futbol ailəsi, ilk növbədə hər birinizi bu bayramda salamlayırıq. Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək 2012-ci ilin ümumilikdə Azərbaycan idmanı üçün əlamətdar olduğunu bildirib və qaliblərə təbriklərini çatdırıb. 17 yaşındakı qızlardan ibarət Azərbaycan yığmasının məşqçilər korpusunun rəyinə əsasən komandanın 2012-ci il üçün ən yaxşı futbolçusu Aytat Şərifova seçilib. Qalibi elan etmək və mükafatı təqdim etmək üçün səhnəyə UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Herivard dəvət olunub. Futsal üzrə milli komandanın ən yaxşı futsalçısı üzrə sorğu, futsal üzrə ölkə çempionatının yüksək dəstəsində iştirak edən komandaların baş məşqçisi, kapitanı və milli komandanın baş məşqçisi arasında keçirilib. Səs çoxluğu ilə Vitali Borisov 2012-ci ildə futsal üzrə Azərbaycan milli komandasının ən yaxşı oyuncusu seçilib. Mükafatı Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Nazim Süleymanov təqdim edib. Çimərlik futbolu üzrə milli komandanın ən yaxşı futbolçusu seçilmiş Zeynal Zeynalova mükafatı vermək üçün səhnəyə Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov dəvət olunub. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan milli komandasının ən yaxşı qapıçısı nominasiyasının qalibi üçün nəzərdə tutulmuş mükafatı Kamran Ağayevə təqdim edib. Milli komandanın 2012-ci ildə ən yaxşı futbolçusunu elan etmək və ona mükafatı təqdim etmək üçün səhnəyə Azərbaycan milli komandasının baş məşqçisi Berti Fox dəvət olunub. Berti Fox zərfi açaraq qalibin Ruslan Abuşov olduğunu elan edib. Mükafatlar təqdim edildikdən sonra AFFA tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Mərasimin sonunda bütün nominasiyalar üzrə qaliblərə AFFA-nın partnyoru olan Azərsel şirkəti tərəfindən xüsusi hədiyyələr verilib.